Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Öz məmuruma gizlinliklərdə və örtülü işlərində Allahdan başqa olan, görən və ondan başqa gözətçi və işlərin tapşırılacağı kimsə olmayan yerdə Allahdan qorxub çəkinməyi əmr edirəm. Həmçinin əmr edirəm ki, üzdə Allahın əmrinə itaət edib, gizlin və batində onun əksini etməsin. Gizlin və aşkarı, danışıq və davranışı iki cür olmayan kəs əmanəti əda edib, ibadət və bəndəliyi saf niyyət və düzlüklə yerinə yetirib. Ona əmr edərək göstəriş verirəm ki, rəyyət və əl altında olanları incitməsin və onlara yalan deməsin. Onlara göstəriş verən olduğu üçün itayətsizlik səbəbindən onlardan üz döndərməsin. Çünki onlar dində qardaş və dindaşdırlar. Haqları hazırlamaq və ortaya çıxarmaqda yardımçıdırlar. Sənin bu zəkatda sabit payın, aşkar haqqın və yoxsul və acizlərdən ibarət şərik və ortaqların var. Biz sənin haqqını tam şəkildə ödeyirik, sən onların haqlarını tam şəkildə ödə. Əgər belə etməsən, qiyamət günü sənin hamıdan çox düşmənin olacaq. Vay o adamın halına ki, Allah yanında onun düşmənləri yoxsullar, kasıblar, dilənçilər, qovulmuş səfillər, günah olmayan işlər üçün borca girənlər, öz malından, evindən və əhl-i əyalından uzaqda aciz qalmış müsafirlər olsun. Əmanətə xor baxan, xəyanətdə otlayan, özünü və dinini ondan təmizləməyən kəs, dünyada özünə rüsvayçılıq rəva bilib və axirətdə daha çox xar və rüsvay olacaq. Ən böyük xəyanət və əyrilik ümmətə xəyanət etmək və ən çirkin hilə isə imamlara qarşı hilə işlətməkdir. Salama layiq kimsəyə salam olsun. Qanadını onlar üçün yığ və mülayim davran. Əlin altında olanlara güləriz ol və onları gözaltı baxmaqda və baxışını üzlərinə zilləməkdə bərabər tut ki, böyüklər sənin onların xeyrinə zülm və sistəm etməyinə tamaqlanmasınlar və imkansızlar sənin ədalət və düzlüyündən məyus olmasınlar. Çünki ey Allah bəndələri, Allah Teala sizin kiçik və böyük, aşkar və gizlin işləriniz barəsində soruşacaq. Buna görə də, əgər əzab versə, siz çox zalımsız. Əgər bağışlasa, o çox kərim və böyükdür. Ey Allah bəndələri, bilin ki, pərhizkarlar keçici dünyanı və gələcək axirəti qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında, onun xeyirlərində şərik oldular. Dünya əhli isə onların axirətlərində şərik olmadılar. Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər. Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itayətsizlərin aldıqları ləzzəti aldılar. Dünyadan onları məqsədə çatdıran azuqə və mənfəəti olan sövdələşmə ilə getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər ki, istəkləri rədd edilməyəcək, rahatlıq və asayiş bəhrələri azalmayacaq. Odur ki, ey Allah bəndələri, ölüm və onun yaxın olmasından qorxun və onun üçün tədarük görün. Çünki ölüm böyük təhlükəsi olan bir işlə gəlir. Heç vaxt pisliyi olmayan xeyir və yaxşılıqlar, yaxud yaxşılıq olmayan şər və pisliklər gətirir. Belə isə, cənnətə cənnət işləri görəndən və cəhənnəmə cəhənnəm işləri görəndən kim yaxın ola bilər? Siz ölümün qovduğu, təqib etdiyi kimsələrsiz. Əgər dayansaz, sizi tutacaq. Əgər ondan qaçsaz, sizi tapacaq. Ölüm sizə kölgənizdən də yaxındır. Ölüm sizin kəkillərinizə bağlanıb və dünya sizin arxanızca büküləcək. Belə isə, dərinlik və istiliyi hədsiz, əzab və çətinliyi isə yeni olan oddan qorxun. Elə bir yerdir ki, orada rəhmət və mehribançılıq yoxdur. İstək qəbul edilmir, qəm qüssə qurtarmır. Əgər Allahdan həm xof və qorxunuzun çox, həm də ona güman və ümidinizin yaxşı olmasını bacarırsınızsa, qorxu ilə ümidi bir yerə toplayın. Çünki bəndənin Rəbbinə olan yaxşı güman və ümidi
Rəbbindən olan qorxusunun miqdarındadır. Və insanların Allaha nisbətdə ən nikbini ondan ən çox qorxandır. Buna görə də dünyadan sənin bir saatın qalmış olsa belə, öz nəfsinlə müxalifət edərək dinini müdafiə etməlisən. Allahı yaratdıqlarından birini şad etməklə qəzəbləndirmə. Çünki Allahdan başqasında olan şeylərin əvəzi onun yanında var. Allah yanında olan şeylərin əvəzi ondan başqasında yoxdur. Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır. Qurtuluş başçısı ilə həlakət başçısı, Peyğəmbərin dostu ilə düşməni bir deyil. Allahın Peyğəmbəri mənə buyurub ki, mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına xatir saxlayır. Allah müşriki də şirkinə görə zəlil və xar edir. Amma mən sizin üçün qəlbdən ikiyüzlü və dildə alim olan kimsədən qorxuram. O, sizin bəyəndiyiniz şeyləri deyir. Nalayiq hesab etdiyiniz işləri isə yerinə yetirir.